Salam, sabahınız xeyir olsun. 15 may 2026-cı il tarixidir. Yaz fəslinin 57-ci Zülqədə ayının 28-ci günüdür. Zülqədə ayının sonuncu həftəsinin sonuncu cümə 5-ci günüdür. Hər birimizin cüməsi mübarək olsun. Cümə duaları, ibadətləri qəbula keçsin. Amin inşallah. Və 15 may günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, gözəl, bol ruzili, bərəkətli, xoş xəbərli, sülh, əmin-amanlıq, firavanlıqlı bir gün keçirmələrini arzu edirəm. 15 may günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehn açıqlığı, iş şabadlığı arzularım. Hər birinə məqsədlərinə, arzularına, hədəflərinə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 15 may günündə kimlərin rəhmətə gedənlər var. Allahdan rəhmət diləyirəm və qalanlarına səbir diləyirəm. 15 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün qazi, şəhid ailələrinə, əskər ailələrinə, Azərbaycan ordusunu salamlarım. Gözəl, xoş xəbərli, sülh, amin-amanlıqlı, firavanlıqlı gün keçirmələrini arzu edirəm. 15 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 15 may günündə də tarixi günlər vardır. 15 may beynəlxalq ailə günüdür və bütün ailələri öz ailəmdə bu münasibətlə təbrik edirəm. Bununla yanaşı beynəlxalq ailə günündə bütün şəhid, qazi ailələrinin, analarının, atalarının əllərindən öpürəm. Hər birinə can sağlığı arzu edirəm. Və bu münasibətlə də bir daha həm şəhid ailələrini, qazi ailələrini, eləcə də əskərlərimizin ailələrini, Azərbaycan ordusunun hər birinin ailələrini bu münasibətlə təbrik edirəm. Bütün ailələr xoşbaxt, firavan, sülh, əmin-amanlıq bir-birini anlayaraq yaşamış olsunlar. Amin inşallah. 15 may günündə 1701-ci ildə İspan mirası uğrunda döyüş başladığı gündür. Bununla yanaşı isə 15 may 1800-cü ildə 3-cü Georg bir gündə ona qarşı 2 sui-qəsd yönəlmişdir ki, bunlardan canını qurtara bildiyi gündür. 15 may 1858-ci ildə Londonda indiki Kral Opera evinin açıldığı gündür. 15 may 1929-cu ildə isə Clevelanddə Cleveland klinikasında baş verən yanğın nəticəsində 123 nəfər həyatını itirdiyi gündür. 15 may 1935-ci ildə Moskvada metropoliten istifadəyə verildiyi gündür. 15 may 1940-cı ildə Kaliforniyada MC Donald's deməli ilk restoranının açılışı olduğu gündür. 15 may 2011-ci ildə Azərbaycan təmsilçiləri Eldar Qasımov, eləcə də Nigar Camalın 56-cı Avroviziya mahnı müsabiqəsinin qalibi olduqları gündür. Onların hər birinə can sağlığı, iş abadlığı, müvəffəqiyyətlər arzu edirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm.